Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən həyata keçirilən ətlik, südlük, istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması pilot layihəsi öz bəhrəsini verir. Layihə əsasən Ağcabədidə 25, Bərdədə 26, İmişlidə isə 18 ailə kəndli təsərrüfatına lizinq yolu ilə 516 baş cins heyvan verilib. Ağcabədi rayonunun Təzəkənd kəndində də bu layihədən 25 ailə fermer təsərrüfatı bəhrələnir. Təsərrüfatlara hər birindən 5-10 baş olmaqla Avstriyadan gətirilmiş 178 baş ətlik, südlük, istiqamətli simental cinsi heyvan verilib. Heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib. Qarğıdaldan silos hazırlanması məqsədilə tədbirlər həyata keçirilib. Ailə fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silos hazırlanması vərdişlərinə yiyələnib. Pilot layihə 2015-ci ildə başlandı. 178 baş heyvan gətirildi kəndə, 25 ailəyə paylandı, 5-10 baş nəzərdə tutulub hər bir ailə üçün. Yəni bu layihə çox səmərəli bir layihədir. İnsanlar bundan faydalanır. Yəni adından göründüyü kimi ətlik və südlü istiqamətli bir heyvanlardır. Fermerlər portativ sağım aparatları və yem xırdalayaraq qarışdıran aqreqatlarla təmin ediliblər. Ötən dövrdə təsərrüfatdakı heyvanlardan 160 baş bala alınıb. Fermerlər təsərrüfatdan əldə etdikləri südü gündəlik olaraq kənddə yaradılmış süd qəbulu məntəqəsinə verirlər. Artıq bir ildir gətirdiyimiz 10 baş mal gətirmişik. Yəni çox gözəldir, yerli malla müqayisədə çox yaxşıdır. Yəni süd artımı, yəni yerli maldan çox yüksəkdir bunlardan. Yerli malla fərqi bunlar ətlik südlükdür. Həm süd istiqamətində, həm ət istiqamətində yaxşı tez inkişaf eləyir. 15-20 arası süd verir, yəni yemləmədən asılıdır. 25-30 da verə bilər. Yəni yemi nə qədər artıq versən, bir o qədər də yeminə görə də südün verir. Təsərrüfatlardan süd qəbulu məntəqəsinə yay aylarında 35-40 ton, qış fəslində isə 20-22 ton süd verilir. Toplanan süd emalçılar tərəfindən 1 litri 50 qəpik olmaqla satın alınır. Fermerlər gələcəkdə süd məhsullarını özləri emal etməyi, pendir, qatıq, ayran, doğğa istehsalını planlaşdırırlar. Qeyd edək ki, müasir ailə fermer təsərrüfatlarının yaradılması layihəsinin məqsədi ailə kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçik həcmli müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Ağcabədi.